Salam əziz izləyicilərimiz, gəlin belə bir sualın izahına baxaq. 80 metr hündürlükdən sərbəst düşən cismin birinci saniyədəki yer dəyişməsinin sonuncu saniyədəki yer dəyişməsinə olan nisbətini hesablayın. Əvvəlcə biz sərbəst düşən cismi təsvir edək. Bu yer səthidir, müəyyən bir cisim var. Bu cisim sərbəst düşəcək yerə. Sərbəst düşmə hərəkətində başlanğıc sürəti biz 0 olaraq götürməliyik hər zaman. İndi bizə lazımdır 80 metr hündürlükdən düşən cisim. Görək bu cisim neçə saniyə sonra yerə gəlmiş olacaq. T bərabər kökdə 2H bölü J yazıram. Sərbəst düşmə zamanının düsturudur. Kökdə 2 vurulsun. H hündürlüyümüz 80, J'miz isə 10'dur. Kökdə 16 etdi və buradan da 4 saniyə alınmış olacaq. Yəni bu cisim 4 saniyə sonra yerə düşmüş olacaqdır. Və biz birinci, ikinci və n'inci saniyədə nə qədər yol getdiyimizi təyin eləmək üçün SN-in düsturuna getsək, baxın başlanğıc sürət 0'dırsa J vurulsun 2n-1 bölünsün 2 yazıram. Birinci saniyədə nə qədər yer dəyişmə icra etdiyimi təyin eləmək üçün n'in yerinə 1 qoyacağım. Eləyəcək 10 vurulsun 2-1'in 2-1 bölünsün 2, yəni 5 metr. İndi mən bu düsturu daha davam elətdirmirəm. Çünki bir qanuna uyğunluq deyəcəm ki, bunu artıq siz yadda saxlamalısınız. Sərbəst düşən cisim birinci saniyədə biz gördük ki 5 metr yol gedir. İndi mən bu düsturda n'in yerinə 2 qoysam artıq alınacaq 15 metr. N'in yerinə 3 qoysam artıq alınacaq 25 metr və n'in yerinə 4 qoyduğum zaman isə 35 metr alınacaq. Yəni sərbəst düşən cisim birinci saniyədə hər zaman 5 metr, ikinci saniyədə 15 metr, nəhayət 25 metr və 35 metr olaraq yerdəyişmələr icra etmiş olacaq. Əgər burada tutalım ki 5 saniyə olsaydı, 5-ci saniyədə də artıq 45 metr yol getmiş olacaqdı. İndi deməli bizim birinci saniyədə getdiyimiz yol 5 metr, axırıncı saniyədə getdiyimiz yol isə 35 metr oldu. Birinci saniyədəki yer dəyişməmizin axırıncı saniyədəki yer dəyişməmizin nisbəti 7'də 1 olacaq. Doğru cavabımız da olar C variantı. Bu qanuna uyğunluğu yadda saxlasaz, yəni sərbəst düşən cismin birinci, ikinci, üçüncü, dördüncü saniyədə getdikləri yollar qanuna uyğunluğunu yadda saxlasaz, hər dəfə buna aid olan sualları rahatlıqla həll edə bilərsiniz. Sağ olun, gələn izahlarda görüşərik.